Hello everyone, salam hər kəsə. Bugünkü dərsimiz yeni 6-cı sinif dərsliyindəndir. Unit 2, Lesson Reading, bölmə 2, dərs oxuma. Dərsimizə başlamazdan öncə istərdim bu mətndə bilmədiyimiz sözlər var. Onlarla başlayaq, daha sonra mətnimizi dinləyib tərcümə edək. Lunch, nahar, free, ödənişsiz, azad mənası da var. Delicious, dadlı. Hangout, gəzintiyə getmək. Traditional, ənənəvi. Take food, yemək götürmək. During, ərzində, müddətində. Holiday, tətil, bayram mənasında istifadə olunur. What's for lunch today? Bugün naharda nə var? Students have lunch at school every day. Şagirdlər hər gün məktəbdə nahar edirlər. Read and find out what they eat in two countries. Oxu və iki ölkədə onlar nə yeyirlər, aşkarla. Yəni tap. İki ölkədə müxtəlif yeməklər olacaq və bunların fərqini bizdən soruşur. Ona görə ilk öncə dinləyək, daha sonra tərcümə edək. School life. What's for lunch today? Students have lunch at school every day. Read and find out what they eat in two countries. Hey from Finland. School lunches are free but delicious. Today I'm having fish, potatoes, and carrot salad. I love lunchtime because I can hang out with my friends. Wow facts. Students can't take food to school. Students can have a free lunch in the park during the holidays. Hi there. Here in South Korea, we have lunch with our teachers. Today, I'm having fish soup, rice, and kimchi, a traditional dish with vegetables. I love it. Wow facts. Students clean the tables after lunch. In many schools, there aren't drinks during lunch. Do you have lunch at school? What is it like? Tell us at t.roberts@teeninfomag.net. İndi isə gəlin mətni tərcümə edib tapşırıqlar işləyək. Hey from Finland. Finlandiyadan salamlar. School lunches are free but delicious. Məktəbin naharları ödənişsizdir, amma dadlıdır. Today I am having fish, potatoes and carrot salad. Bugün mən balıq, kartol və yerkəkülü salat götürmüşəm. I love lunchtime because I can hang out with my friends. Mən nahar vaxtlarını sevirəm, çünki dostlarımla gəzintiyə çıxıram. Və bu mətnə aid faktlar bizə izah edir. Students can't take food to school. Şagirdlər məktəbə yemək apara bilməz. Students can have free lunch in the park during the holidays. Şagirdlər tətil və yaxud da bayram zamanı parklarda ödənişsiz nahar edə bilərlər. İndi isə gələk növbəti ölkənin. Hi there. Salam buradan. Here in South Korea we have lunch with our teachers. Bura Cənubi Koreyadır. Biz burada müəllimlərimizlə nahar edirik. Today I am having fish soup, rice and kimchi, a traditional dish with vegetables. Bugün mən balıq supu və düyü, kimchi, yəni milli və yaxud ənənəvi deyə bilərsiniz, tərəvəzli yemək götürmüşəm. I love it. Mən onu sevirəm. Bu ölkəyə aid faktlar nələrdir? Students clean the table after lunch. Şagirdlər yeməkdən sonra, yəni nahardan sonra masaları təmizləyirlər. In my school, there aren't drinks during the lunch. Mənim məktəbimdə nahar vaxtı içkilər olmur. Bu formada fərqli və ortaq cəhətləri seçəcəyik və bizə burada son olaraq deyir, do you have lunch at school? Məktəbdə nahar edirsiniz və yaxud da naharınız var kimdə deyə bilərik. What is it like? O necədir? Tell us at
və saytın adını deyir, yəni bizə bildir. Bu saytda da qeyd edə bilərsiniz. Və keçək tapşırıqlarımıza. Look at the article. What is it about? Məqaləyə baxın, o nə haqqındadır? Yəni, bu oxuduğumuz mətin nə haqqındadır, onu qeyd etməliyik. Life in Finland and South Korea. Cənubi Koreya və Finlandiyada həyat. İkinci, school food in Finland and South Korea. Cənubi Koreya və Finlandiyada məktəb qidası. Təbii ki, ikincini işarə edəcəyik. Exercise 2, tapşırıq 2. Write all the elements that you see in the article in your notebook. Dəftərinizdə məqalədə gördüyünüz bütün nüansları qeyd edin. Title, başlıq, bəli, var idi. Graph, qrafikdir. Xeyr, burada yox idi, işarə etmirik. The journalist's name, jurnalistin adı, əlbəttə ki, var idi, başlıqda görürsünüz. By Taylor Roberts, Monday 4 March, yəni bazar ertəsi, martın 4-ü, Taylor tərəfindən yazılmış məqalə. Ona görə qeyd edirik ki, bəli, var. Daha sonra images, şəkillər, bəli, var idi. Hər ölkənin özünə məxsus şəkillər var idi. Date, tarix qeyd olunmuşdu. Comments from readers, oxucular tərəfindən rəylər, xeyr, bu yox idi. O zaman bura X qoyacağıq, digərlərinə isə tik işarəsi qoya bilərsiniz. Daha sonra üçüncü tapşırığa gedirik. Read the article and listen. Məqaləni oxuyun və dinləyin. Then read the sentence and write F. Finland, S. Q. South Korea or both B in your notebook. Yəni uşaqlar, dəftərinizə bir cümlə hər iki ölkəyə aiddirsə, both, yəni bu hərfi yazırıq. Təkcə Finlandiyaya aiddirsə F hərfi, South Koreya aiddirsə SQ hərflərini yerləşdiririk. İndi cümlələri oxuyaq. Əgər sizə aydın olmasa yenidən oxuyub dinləyə bilərsiniz. Students don't play for school lunch. Məktəb nahar vaxtı şagirdlər oyun oynamırdılar. Bu Finlandiyadadır. 2-də students and teachers eat together. Şagirdlər və müəllimlər birlikdə yeyirdilər. Bu təbii ki, South Korea olacaq. Buna SF hərfi, SQ hərflərini yerləşdiririk. 3-də students eat vegetables at school. Şagirdlər məktəbdə tərəvəzləri yeyirdilər. Bu təbii ki, hər iki ölkədə var idi. Ona görə boz, yəni B hərfi yerləşdiririk. Daha sonra 4-ə baxırıq. There is free lunch for students at parks. Parklarda uşaqlar üçün ödənişsiz naharlar olurdu. Bu təbii ki, Finlandiya idi. F hərfini yerləşdiririk. 5-də students can't take lunch to school. Şagirdlər məktəbə yemək apara bilməzdilər. Bu təbii ki, Finlandiya idi. F hərfini yerləşdirəcəyik. Və son olaraq students clean the tables after lunch. Yeməkdən sonra, yəni nahardan sonra şagirdlər masaları təmizləyirdilər. Bu South Korea olacaq. Beləliklə 1-də F, 2-də SQ, 3-də B, 4-də F, 5-də F, 6 SQ hərflərini yerləşdiririk. Keçirik 4-cü tapşırığa. Read the article again. Məqaləni yenidən oxuyun. Write what love and see you love in your notebook. Və dəftərinizdə see-you və Olavinin nəyi bəyəndiyini qeyd edin. Təbii ki, mətnə uyğun formada qeyd edəcəyik. Olavi loves hang out with his friends. Olavi dostları ilə gəzintiyə çıxmağı sevirdi. See-you loves to eat kimchi. See-you kimchi yeməyi sevirdi. Bu formada qeyd edirik. Və son olaraq sing, düşünün. In South Korea, students clean the tables after lunch. Cənubi Koreyada şagirdlər nahardan sonra masaları təmizləyirlər. Think about your school. Öz məktəbin haqqında düşün. Who cleans that school? Məktəbi kim təmizləyir? How do you help to keep it clean? Məktəbi təmiz saxlamaqda necə kömək edirsən?
Bu masaların üzərini təmizləmək ola bilər, öz əşyalarınızı səliqəyə salmaq ola bilər, müxtəlif cavablar qeyd edə bilərsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videomu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.